Deməli xanımlar, 2 gündür linç yiyirəm. Səbəbini deyim sizə. Bir Türk bloger xanım paylaşıbdı ki, mən yaşlananda huzur evinə özüm gedəcəm. Normaldır huzur evinə getmək, yəni qocalar evində yaşamaq. Niyə uşağım mənə baxmaq məcburiyyətindədir ki? Elə normalı budur. Yəni insan qocalanda elə huzur evinə öz xoşuna getməlidir. Mən də girdim yazdım ki, Allah eləməsin, xeyir olar ki, insan huzur evində. Bəs övlad nə üçündür insana? Vay, Azərbaycanlılar, Türklər qaldı qırağa, Azərbaycanlılar belə cumdu üstümə. Sən elə ona görə tək qalacaqsan. Bu nə düşüncədir? Biz uşaq böyüdür ki, bizə baxsın deyə. Pardon canım. 24 saat çalışacağım, işləyəcəm, onun yeməyəcəm, yedizdirəcəm, gəzməyəcəm, gəzdirəcəm, onun təhsilini ən gözəl şəkildə idarə eləmək üçün özümə qıymayacağım, onu böyüdəcəm. Bu okey, bu mənim analıq borcumdur, tamam. Amma yəni o uşaq sonra mənə aparacaq, qoyacaq uşaqlar evinə və mənim illərlə yığdığım malımı, mülkümü çatır-çutur hansısa qızla və yaxud nə bilim hansısa kişilə yiyəcək. Mən də huzur evində təkmi qalacam. Budur, yəni doğrusu budur. Mən anormalam. Yəni onda belə başa düşdüm ki, mən anormalam. Hamı əgər düşünürsə ki, yaşlananda insanlar qocalar evinə getməlidir, bir mən buna qarşıyamsa, bir mən buna razılaşmıramsa, mən anormal oldum. Mən oldum, egoist oldum. O nə deməkdir? Övladı düzdür, bizə baxsın deyə biz böyütmürük, biz analıq hissini duymaq üçün. Amma mən qocalanda mənim övladım mənə bir stəkan su verməyəcəksə, nə bilim, mənə kömək eləməyəcəksə, mən yıxılanda onun buna möhtac qalacamsa, mən orada nə edirəm o övladı? Yəni, bilmirəm, yəni mən səhvəm, yəni niyə mən hamınız bu qədər düşdünüz üstümə? Mən səhv düşünürəm. Ola bilməz də mən anormal oldum, yəni bu nə düşüncədir?